Yahya ibn Zekeriya aleyhissalam, Yahya aleyhissalam Allah Teala'dan 5 dənə vəd alır və deyir ki, Allah Subhanahu wa Taala ona deyir ki, bu 5 vədi özün əməl elə və ümmətimə də əmr et onu. Və Bəni İsraili yığır və o 5 dənə şeyi onlara çatdırır və onlardan biri də deyir ki, Allah Teala sizlərə əmr edib ki, Allahı zikr edin. Və sonra deyir ki, Allahı zikr edənin misalı bilirsiniz deyir nəyə bənzəyir? Düşmənin arxasınca düşən bir insana bənzəyir. Düşmən düşüb onun arxasınca öldürməyə. O da qaça-qaça gəlir, möhkəm bir dənə qala olur. Girir o qalanın içərinə gizlənir, canını qutarır ondan. Deyir, bax, Allahı zikr etmək budur. Sanki şeytan sənin ardınca düşüb, səni öldürmək, səni zəhərləmək və s. kimi şeylər pislik etmək istəyir və sən o Allahı zikr etməklə o qalanın içərisində gizlənmiş olursan. Subhanallah.